Salam, hər vaxtınız xeyir. Bu gün zaman formalarına baxacağıq. Biz bildiyimiz kimi ən çox işlənən 12 zaman forması var, amma danışıqda ən çox işlənən 9-udur. Yəni bunlardan da 3 əsasdır. Zamanları ümumiyyətlə işləmək uşaqlara çətinlik gətirən bir mövzudur. Niyə? Çünki zamanlarda biraz zaman göstəricilərini yaxşı bilmək lazımdır ki, hansı zamanda hansı göstəricilər, hansı zaman zərfləri daha doğrusu işlənir. Onları yaxşı biləndən sonra məncə o qədər də çətin bir mövzu deyil. Bir də burada ən çox fikir bilən hissəsi verilməsi olan hissəsi hansıdır? Hansı zaman hansı ilə uzlaşır ya da uzlaşmır? Bu uzlaşmaları biləndən sonra variantlardan çıxış olunur. Heç o zaman göstəricisinə də baxmağa ehtiyac qalmadan biz artıq düzgün cavabımızı tapmış oluruq. Gəlin birinci sualdan başlayaq. Burada birinci sualda when bağlayıcı görürəm. Bağlayıcılar təbii ki, uzlaşmalarla çox əlaqəlidir. Ona görə onları bilmək yaxşıdır və önəmlidir daha doğrusu. Burada 2 dənə zaman olmalıdır. Biri budaqda, biri başda. When yəni bağlayıcının olduğu isə budaq cümlədir. When özündən sonra gələn zamanı müəyyənləşdirmək üçün həmişə birinci yəni özündən sonrakı cümləyə baxır. Bax bura. Shall, she, daha doğrusu she, will və yaxud da shall da ola bilərdi burada. Bu artıq nədir? Gələcək zamandır. Gələcək zaman olduğu üçün biz gələcəyin nə ilə uzlaşa biləcəyinə fikir verməliyik. Gələcək zaman hər zaman indiki zamanla uzlaşır. Ona görə variantlardan was-u, daha doğrusu was-u, C variantındakı will-i gələcəklə gələcək uzlaşmır, keçmişlə gələcək uzlaşmır, went keçmiş zamanda uzlaşmayacaq. Bunu da çıxırıq. Sonra B variantı və Y variantı arasında qalsaq, burada biraz məntiqlə fikirləşməliyik ki, inkarmı, təsdiqmi? When Jane doesn't go yoxsa goes to London, she will do a lot of sightseeing. O çoxlu yerlər görəcək. Jane Londona gedərsə, gedəndə və yaxud da ki, çoxlu yerlər görəcək. Əgər gedərsə görər də, bu getməzsə görər deyə bilmərik axı. Ona görə cavabımız Y variantı olacaq. Doesn't go olmayacaq. Amma qrammatik baxımdan baxsan, hər ikisi düzgündür. Does burada inkarlıq yaratdığı üçün doesn't go verilib. Burada isə goes təbii ki, goes daha doğrusu tələffüz baxımından desək, bu isə indiki zamandır. Ona görə də biz burada cavabımızı məntiqən, yəni məntiq baxımından, məna baxımından Y variantı seçdik. İkinci sualda isə heç məntiqə filan baxmağa ehtiyac yoxdur. Burada yesterday görürəm. Keçmiş zaman göstəricisi, yəni zaman bağlayıcısıdır. Ona görə is-i, will-i, are çıxacam. Was bought yoxsa were bought? Təbii ki, baxıram close cəmdə olduğu üçün D variantı were bought seçməliyik. Üçüncü suala baxırıq. Last görürəm burada keçmiş zaman göstəricisi. Ona görə are, will, is gedəcək. Newspapers cəmdə olduğu üçün təbii ki, bilirik ki, D variantındakı were cəm isimlərlə, was isə tək isimlərlə işlənir. Ona görə A variantını çıxıram. Cavabımız D variantı. Dördüncü suala baxıram. Tomorrow, bu da gələcək zaman göstəricisidir. Are, was-u, is-i, were-ü çıxıram. Cavabımız C variantıdır. Burada deyə bilərsiniz ki, bu zamanlar niyə bu şəkildə yazılıb? Burada zamanlar sırf məlum növdəki zamanlardan söhbət getmir. Burada həm də məchul növün zamanları da düzəlibdir. Məsələn, will be packed gələcək zamanın məchul növüdür. Amma will pack desəydi, bu artıq adi, yəni ki, bildiyimiz gələcək zaman forması olardı. Burada biraz məhculluqdan da istifadə olunub. Ona görə sizi çaşdırmasın. Baxırıq növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda da artıq məhculluq istəyəcək, amma bizim üçün o qədər də önəmli deyil. 50-ci illərdə Guinness-in Rekordlar kitabı dərc olunub, nəşr olunub deyirsə, təbii ki, bu keçmiş zamanda nəşr olunub. Hal-hazırda 50-ci illər deyil. Ona görə is-i, will-i, are çıxacaq. Were published yoxsa was published? Təbii ki, bu oflu birləşmələrdə hansı tərəfə baxırıq? Birinci tərəfə. Guinness Book deyirik burada. The Guinness Book deyəndə artıq Guinness-in kitabı nəzərdə tutulur. Ona görə də cavabımız tək olduğu üçün B variantı götürülür. 6-cı suala baxırıq. 6-cı sualda isə yesterday görünür. Burada yesterday görünür və bu təbii ki, keçmiş zamandadır. Keçmiş zamanda olduğu üçün
Bu hissəni ikisinin də and bağlayıcısı olduğu üçün ikisini də keçmiş zamanda götürməliyəm. Have bitmiş zamandır, have indiki bitmiş zamandır, write indiki zamandır. Wrote sent də var, wrote send də var. Biz bilirik ki, sent keçmiş zamandır. Send isə indiki zamandır. D olanda indikidir, t olanda keçmişdir. Bu qayda spelləri mükəmməl bilmək lazımdır bunu yazmaq üçün. Cavabımız A variantı. 7-ci suala baxırıq. 7-ci sualda isə burada will görürəm, gələcək zaman. Burada isə zaman bağlayıcısı görürəm. Gələcəkdirsə, when-in yanında mütləq indiki zaman olmalıdır. Çünki gələcəklə ancaq indiki zaman uzlaşır. İndiki zamandakı təbii ki, were, will və yaxud da was ola bilməz. Ya are olar, ya da ki, biz bilirik ki, is olar. Cavabımız isə nədən asılıdır? Agreement sözü təkdə olduğu üçün Y variantı olacaq. Növbəti suala baxırıq, 8-ci suala baxırıq. If var burada, zaman bağlayıcısıdır. Will var burada, gələcək zaman. Gələcəklə təbii ki, indiki zaman uzlaşır. Ona görə də will-dir, want to, could to çıxacaq. Catch-lə doesn't catch olacaq. Yenə də burada baxıram mənaya. Məna olmasa, yəni tutmaq çətindir. He will be here in time. O vaxtında burada olacaq. Əgər Ted deyir ki, erkən qatara çatsa, vaxtında burada olacaq. Çatması necə ola bilər ki, vaxtında? Ona görə cavabımız A variantıdır. Burada bir şey də demək istəyirəm. If-dir, when-dir və digər bağlayıcılarda ən çox bunlar işləndiyi üçün deyirəm. As soon as da var, məsələn, unless də var, until də var və s. Bu kimi bağlayıcılardan sonra, yəni bağlayıcının olduğu hissəyə yadınızda qalsın ki, hər zaman indiki zaman. Hər zaman dediyim, yəni gələcəklə uzlaşanda, indiki keçmişlə uzlaşanda da keçmiş zaman qoymalısınız. Amma sadə versiyalarını. Sadə indiki zaman ya da sadə keçmiş zamanla işlənir bu zaman bağlayıcıları. Öz yanında sadə indiki ya da sadə keçmiş var. Bunu necə müəyyənləşdirəcəyik? Təbii ki, növbəti cümləyə baxıram. Əgər gələcək zamandırsa, bax buradakı kimi, onda sadə indiki zaman. Yox, keçmiş zamandırsa, onda sadə keçmiş zamandan birini götürmək. Amma if-lə when-in öz yanına yadınızda qalsın ki, hər zaman sadə olur. Ya indiki, ya sadə keçmiş. 9-cu suala baxırıq ki, last year keçmiş zaman var burada. Will-dir, are-dır, have-dir. Götürə bilmərəm. Were working da ola bilər, did work da ola bilər. Amma biz bilirik ki, burada since last work deyir. Yəni, keçən ildən bəri, keçən il axı burada bilirəm ki, əsas zaman göstəricisi, əsas dediyim, yəni zaman göstəricisi burada əsas olduğu üçün. Əslində, biz burada did-lə were-ün üstündə fokuslana bilmərik. Burada bir şeyə fikir veririk ki, bax burada zaman birinci elə bildim ki, burada sözün kimi verilib, amma görürəm ki, yox, zaman bağlayıcı. Since görəndə avtomatik yadınızda qalsın. Avtomatik yadınızda qalsın ki, have, has götürülməlidir. Since bağlayıcı kimi verilib burada, ona görə have-lə has götürürük. Last year burada əsas funksiya oynamır. Deyir ki, o ildən bəri, keçən ildən bəri. Fikir verirsiniz, biraz çaşdırıcı sualdır. Y variantıdır burada düzgün cavabımız. Niyə? Çünki since bağlayıcısını artıq orada gördük biz. 10-cu suala baxırıq. Burada da while görürəm. While da bildiyimiz kimi elə bir zaman bağlayıcısıdır ki, həm when-i əvəzləyə bilər, həm də özü zaman bağlayıcısı kimi hər iki tərəfinə keçmiş davam edici zaman ala bilər. Burada keçmiş zaman görürəm. Keçmiş isə avtomatik o tərəfdə. Keçmiş zamanda ola bilər, keçmiş davam edici zamanda ola bilər. İndi baxıram nəyi istəyir bizdən. Təbii ki, burada mənaya baxmaq lazımdır, fikir vermək lazımdır. Çox vaxt iki tərəfinə keçmiş davam edici alır. Amma burada keçmiş zaman görürəm, sadə keçmiş. Demək ki, burada when-in əvəzləyicisi kimi dayanıb. Burada keçmiş sadə alacaq. Cavabımız C variantı. Bəs bunu necə bilmək olar ki, bu when-in əvəzləyicisidir, yoxsa özümü burada bağlayıcı funksiyasında arkən, ərkən mənasındadırmı? Baxırsınız özündən sonraki cümləyə. Özündən sonraki cümlədə keçmiş davam edicilik varsa, özündən əvvələ də keçmiş davam edicilik verirsiniz. Yox, özündən sonra keçmiş zaman varsa, o zaman nə etməlisiniz? Özündən əvvələ də keçmiş zaman verməlisiniz. Amma nəyi verə bilmərik? Əsas onlar çıxaq. Have verə bilmərəm, will, do verə bilmərəm. Bəs yaxşı, C variantı, Y variantı arasında qalsam,
hansını götürərəm? Bu da uşaqları ən çox çaşdıran və diqqət etdikləri səhv olduğu üçün ən çox da suallara salınan mövzulardan biridir. Yadınızda qalsın, köməkçi diddir, dazdır. Bunlardan sonra fe'l həmişə özünə açılmalıdır. Çünki o fe'lin sonluq şəkilçisi var ha, s-dimi, et-dimi, o keçir do-nun üzərinə və o didə çevrilir, ya nə bilim daza çevrilir. Ona görə də diddən, dazdan sonra fe'l özünə açılır. Took fe'lin özü deyil, take fe'lin özüdür. Cavabımız C variantıdır.